Salam, hər vaxtınız xeyir, hörmətli izləyicilər. Mən Ömər Avuşov. Test Channel kanalı olaraq bugün məntiqdən eşləşdirmə mövzusuna aid bir sualla sizlərin qarşısındayıq. İndi isə gəlin sualımıza baxaq. Sualımızda yuxarıda bir denkləm verilir və buna uyğun olaraq da biz aşağıdakı denkləmi ona bərabərləşdirməliyik. Yuxarıda A plus D-nin 18 olduğu verilib. A minus B-nin 3, B minus C-nin isə 8 olduğu verilib. İndi isə biz bu sistemə əsasən C plus D-ni tapacağıq. Öncəliklə biz buradan A minus B ilə B minus C-ni toplaya bilərik. Topladığımız zaman B-lər ixtisara uğrayır və A minus C-nin 11 olduğunu tapırıq. Biz bunu tapdıqdan sonra, daha sonra isə A plus D ilə bir sistem əmələ gətirə bilərik. A plus D buradan 18-ə bərabər olur. Daha sonra A minus C-nin hər bir tərəfini mənfi 1-ə vurduğumuz zaman mənfi A plus C bərabərdir mənfi 11. Aşağıda isə A plus D bərabərdir 18. Hər bir tərəfi topladığımız zaman A-lar ixtisara uğrayır və C plus D bərabər olur 7-yə. Cavabımız da 7, yəni A variantıdır. Ümid edirəm ki, izahımı anladınız. Kanalımıza abunə olub, videolarımızı like etməyi unutmayın. Növbəti videolarda görüşənədək.